İmamquliyev Xaləddin Yunusoğlu. İmamquliyev Fəxrəddin Yunusoğlu. Bu mənim qardaşımdır. 92-də sentyabrın 18-də şəhid olub. Ağdərə döyüşündə. Mən bu köməkli istəyirəm ki, mənim qardaşımın qabırı ortadan, bu ortadan çatlayıb. Bunların hamısı tökülür, qaytarıb xileyləyirəm. Mən bir dənə qorxum odur ki, bu daş düşəcək. Səsinin mərmərlərini almışam. Mənə bir dənə kömək lazımdır ki, məmnun bir dənə qara daşı bombozdur. Bozarıb gedir. Bu güllər də görür ki, çat yerləri var, bağlansın. Bunu mən dəfələrlə Göygöllü rayonu icra hakimiyyətinə də müraciət eləmişəm ki, mənə köməklik eləyin. Deyirlər ki, bizim pulumuz yoxdur büdcədə. Ona görə sağ köməklik elə bilmərik. 200 manat, 300 manat pul verə bilərik. Fağ üstündə gedib bu şəhid olub. Köməklik eləsin, bu daş dəyişdirilsin.